Salam, 9-cu sinif sınaq 9-a baxırıq Güvən nəşriyyatının. Deməli, birinci sualda feilin zamanı digərlərindən fərqlidir deyir. Bura baxsa ırdır. Burada da ır birinci gəlib, burada da ır birinci gəlib. Amma buradakı ır keçirmək sözündəndir. Ona görə leksik şəkilçidir. Bu isə zamandır, keçmiş zamandadır. Burada yazdırırdı, bu da indiki zamandadır. Doğru cavabımız D variantı. Düzəltmə söz deyir ki, işlənməyib. Bu da məftunluqla var. Sonra mesela B variantında yoxdur. Ümumiyyətcə doğru cavab B-dir. Amma baxaq digərlərində düzülmək var. Zarafatla var. Və yaxud hazırla var. Ona görə digər cavablar olmur. Əvəzli olmayan cümlələr istəyir bizdən. Baxaq, burada heç kim bu getdi. Sonra hər səhər daha doğrusu bu da var. Nə edəcəyi sualdır. Deməli 1-2-də ümumiyyətcə yoxdur. Doğru cavab A variantı. Məna tayları eyni nitq hissəsinə aid olan homonim. Məsələn bu it 2-dir. İtmək sözü var. Ona görə olmur. Sonra burada qovaq var, bir saça düşən var, bir də ağacın adıdır, saçda kəpək deyilik, onun adı qovaqdır həm də. Deməli 2-də var. Sonra burada qız feil mənasında var, qızmaq, bir də ona görə bu olmur. Amma burada bel sözü var, bir var insanın beli, bir də o lapatka deyilən şey. Deməli doğru cavabımız nə oldu? 2 və 4 C variantı. Baxaq morfoloji xüsusiyyətlərə. İsmi xüsusiyyətini daşıyan sifət. Mavi üstünə əy gəlmişik. Bu var deməli. Yönlük halda 2 dənə isim deyir. Səmtə və yerə. Bu da var. Feillər məlum. Bunu saxlayın. Sifətlər adi dərəcədədir. Mavi düzdür. Ağımsov azaltma dərəcəsindədir. Qara adidir. Başqa görmürəm. Hamısı məlum növdür. Baxaq, işıqlandığı şəkilçi yoxdur. Zillədir. Başqa şəkilçi yoxdur. Birləşdiyi, yəni əlavə ilişdirin şəkilçisi yoxdursa, bunlar məlum növ olur. Amma mənsubiyə şəkilçi cəmi bir dənə var. Göz, gözü. Doğru cavabımız oldu. G variantı. Yetkinlik sözünün fonetik xüsusiyyəti deyirsə, o saat tələffüzünü yazırıq. Yetkinlik. Xıştırıqlə. Səslə hərf eynidir. Doğrudur. 3 dənə fərq var. Bu da doğrudur. Sonra qarşılığı olmayan 2 fərqli. Qarşılığı olmayan burada l yoxdur. Ona görə doğru cavab C-dir. Yəni sadəcə n var. Karla cinciltili kar azdır deyir. Düzdür. 2 dənə kar var. Y-nin özü də var. Qarşılığı da var. Deməli bu da doğrudur. Bəli. Sonra çoxaltma dərəcəsi yoxdur deyir. Çox böyük var. Burada var deməli. Sonra daha yüksək. Burada da var. Deməli doğru cavabımız 2 və 4 A variantı. Sonra qrammatik məna növü. Buradakılar hamısı məlum növdədirlər. Amma süpürtdürmək başqasına süpürdürsən deyə doğru cavab Y variantıdır. Adlıq halda işlənib. Təhlik qorxusu, qeyri-müəyyən yiyəlik hal. Ocaq qaladım, ocağı qaladım. Təsirlik, inşası, bu adlıq halda. Elə bir dənə mənsubiyyətdir. Doğru cavab D-dir. Teatr binası yiyəlikdir. Səhv danışa biləcəyi, yəni səhvi danışa biləcəyi. Ona görə B-də doğru cavab deyil. Doğru cavab D variantı. Dadaş. Sifətlə zərf. Ümumiyyətcə zərf şəkilçilərini çıxırıq birdən. Çünki şəkilçisi varsa, bu ümumiyyətlə zərf ola bilməz. Məsələn, tez özü də zərfdir. Zərf şəkilçisi varsa, sifət ola bilməz daha doğrusu. Doğru cavab B variantı. Bax, yumuşaq. Nəysə, indi bunu bir-bir girmək istəmirəm. Baxdıq hansı mətnə. Mətnin adı Qartaldır. Qartal mətni də maraqlı mətn idi. Deməli, bizdə deyir ki, burada nə təbliğ olunur? Həyatda yaxşı ad qoymaq, Qartal özdə deyir. Fəda etmək yox idi. Qibtə də yox idi.
1 ilə 4'dür. Deməli, doğru cavab D variantı şərəfli ömür yaşadır. Hətta qarğa ilə müqayisə eləyir. Deyir, elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən. Həyatın şeyi budur, deyir. Bunu düşünmək olar. Keçmişi unutmayıb gələcəyi düşün deyə bir şey yox idi. Göyərçinin fikirləri isə göyərçin də şərəfli ömürdən danışırdı. Mən belə düşünürəm. Yoxsa səhv düşünürəm. Şərəfsiz söhbəti yox idi burada. Deməli, ömrün müddət deyil, ömrü necə yaşamaq önəmlidir. Hətta burada qarğa ilə misal da verdi. Deyir ki, qartalın xırıltısını eşidəndə bir orada qibtə deyir, qibtə də həsədə düz gəlir. Ona görə heyranlığı da var idi. Məftunluq doğru cavab B olacaq. Ardıcıllıqla indi bunu birbaşa cavabını deyəcəm. Çünki bir yerinə qoyanda vaxt çox gedir. Burada doğru cavab 3, 4, 5, 1, 2 Y variantıdır. Deməli, mətnə görə demək olar. Mətnə görə nə demək olar? Qartal quşların arasına gələndə onu həmişə göyərçin qarşılayır. Göyərçin qarşılamırdı. Həmişə kim qarşılayırdı? Şahin. Qartalın quşlara dediyi sözlərdə həm tövsiyə var, həm arzu var. Bəzi quşlar qartalın zəifləməsinə sevinirdi. Belə bir şey yoxdur. Adətən qartaldan deyir, həmişə düşəndə göy haqqında sual verirlər. O da deyir ki, bu dəfə cavab verəmədi. Mətnə görə demək olar 2 və 4 C variantı. Qartala aid edilə bilər deyir. Məkan söhbəti var idi, bağlı idi axı. Səmaya qalxa biləcəyin yox, daha düşünür ki, qalxmayacaq. Eşitməməsinə təəssüflənən söz də yox idi. Hamısı yox, bütün quşlar anlamır, bəziləri anlamırdı. Bir dənə göyərçin anlamışdı. Ona görə cavab A variantı olur. Söz nə idi? Missiya, vəzifə deyə bilərik, funksiya deyə bilərik. Doğru cavab D variantı 2, 4. Sonuncu uçuşu. Qartalın sonuncu uçuşu nə demək olardı? Hörmətdən düşmək yox idi. Arzulardan imtina da yox idi. Əlçatmazlıq söhbət də yox idi. Yaşama istəyin də arzu olunan olmaması yox. Həyatın mənasını yaşayaraq sonluqla şuurlu barışma. Çünki həm belə deyə şükür elirdi, həm də daha vidalaşırdı. Qartalın həyatı ilə göyərçinin, yox, qarğanın deyirək 300 il yaşamaqla, qarğa ilə fərqli idi. Qartalı fərqləndirən nə var idi? Bax, yurdunun nəyi demək olar? Füsunkar olması. Buradan nə var etsə götürürük. Məsəl üçün, başqa nə demək? Əzəmət var idi. Bax, belə şeylər, gözəl yerlər, bu şeylər yazırıq. Qartalı kədərləndirən də Tunçda hiss edirdi ki, öləcək. Əcəlinin gəlməsi deyə bilərik. Axırıncı mətin. Baxaq. Deməli, qədim məbəd. Qədim məbəd də Atəşgah abidəsindən gedirdi söhbət. Burada baxırıq ki, deməli, doğrudur, yanlışdır, baxsaq. Məbədin divarlarında birində var idi, doğrudur. Müqəddəs hələ daş görünüyor, altdan qaz çıxır da deyir. Yanlışın altından yanlışı tapırıq, doğrunun altından doğrunu. Məbəddə quyular var, doğrudur. 3 müxtəlif dil yox, 2 müxtəlif dil səhvdir. Deməli, plus minus seçəndə 1 ilə 4 doğru cavabımız B variantı. Hökm özündən sonraki təsdiq oluna bilər. Burada cavab 5'dir. Baxın, deyir ki, Atəşgah bütün dövrlərdə deyir, nəzər diqqətini cəlb eləyib. Ondan sonra da yazır ki, burada Düma deyir, Qafqaz səfəri əsərində. Deməli, doğru cavabımız B olacaq. Atəşgaha aid edilmir. Ölkə prezidenti söhbət ümumiyyətlə burada yox idi. O vaxtda maraq olub, bu vaxtda fərqli versiyalar var. Çünki deyir, bizimkilər də tikmiş ola bilər. Gələnlərin hintlər olması ümumiyyətcə belə bir şey mətndə yox idi. 4-cü abzasında bağlı düzgün fikirlər.
Deməli, Bakı ilə dəniz yolu yox idi. Atəşkən müasir dövrdə edilən müdaxilələrə toxunulmuşdu. Yoxdur burada. Abşeron yarımadası unikal. Bu da ondan sonraki abzasdadır. Abzasla yeri dəyişdirsə strukturuna xələl gələr. Amma atəşgah ikinci abzas kimi verilə bilər. Çünki bir şeydən danışır, şərq memarı filan, sonra keçir başqa bir şeyə. Deməli, düşünürəm ki, burada cavabımız nə oldu? Y variantı. Deməli, 6 sualımız qaldı. Xarici aləmdəki əşya və bu ümumiyyətcə təəssürat deməkdir. Təəssürat da bir dənə A variantında var. Doğru cavab A. 5. Tünd qara hərfdə verilmiş məna. Bu da həkk olunmaq gerçək mənadaydı. Bu da daşın, ürək yox, daşa həkk olunmaq idi. Digərləri məcazi idi. Deyir, atəşkənin inşa edilməsi nə üçün idi? Ümumiyyətcə, ibadət və ayinlər üçün də hindlər tikmişdi. Mətndə ehtimal kimi verilib, amma təsdiqini tapmayıbdı. Bu da biraz qarışıq sual idi. Bu təxmin idi. Birinci təxmin idi. Daşla su quyusu olması da təxmindir. Hintlilərin bir çox ölkələrdə məbəd ümumiyyətcə yox idi məncə. Eyni vaxtda bir neçə dinin yayılması var, amma yerli ustalar tərəfindən bu da təxmindir deyə düşünürəm. Ona görə cavab D variant olacaq. Bir-birini təkzib edən fikirlər. Burada deyir ki, bir dəqiqə, 4-cü abzasda. Bax, burada deyir ki, bir dəqiqə tapın buradan. Dumanın söhbət açmağı var idi. Deyir, şərq mədəniyyəti deyir ki, şərq mədəniyyəti yoxdur deyir. Şərq mədəniyyəti, bir deyəndə baxım. Mövcud elementləri deyir, uyuşmur. Şərq elementləri uyuşmur. Amma eyni şeyi Duma tam tərsini deyir. Ona görə bu ikisi bir-birinə əksdir. Rum rəqəmlərin yerinə də nə yazmaq olardı? Deyir ki, burada məskunlaşan, birincisine bunu demək olardı. İkincisine də deyə bilərdik ki, təriqətinə mənsub olanlar, nə bilim, aid olanlar və s. Belə. Deməli, dostlar, kanalımıza da abunə olun. Yorumlara, şərhlərdə nəsə yazın, sizə 5 verəcəm. Sağ olun.